oxuyur sizin için. Aysel Abdullayeva. Aysel Abdullayeva. Gördüğünüz kurs tələbəsi bu illəri bitirir. Aysel gələcək darıxacaq. İnşallah ki bu yola devam edersiniz. İnşallah. Bizim kimi hələ də bəxtiyar olan yoxdur. Bizim kimi hələ də bəxtiyar olan yoxdur. Gözəl zamanəmiz, gözəl rüzgarımız vardır. Aydat, aydat, ayamanım. Behir çaylarının həsrətin çəkən deyilik. Bizim də cənnətə bənzər, bizim də cənnətə bənzər diyarımız vardır. Yar, yar, ay can daday. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmirəm ürək sirrini. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmirəm ürək sirrini. Unutmaq çətindir gözəlim səni. Unutmaq çətindir gözəlim səni. Gəl gizlətmə məndən sən öz sirrini. Sevirəm, sevirəm təmiz eşqini. Gəl gizlətmə məndən sən öz sirrini. Sevirəm, sevirəm təmiz eşqini. Mən ilham alıram incə səsindən, qəlbləri oxşayan xoş nəfəsindən. Mən ilham alıram incə səsindən, qəlbləri oxşayan xoş nəfəsindən. Bilmirəm mələksən yoxsa nəsənsən. Bilmirəm mələksən yoxsa nəsənsən. Qəlbimin evində şadlıq edirsən, qəlbimin
sağ olun, sağ olun. Eyvallah. Ürəyinə sağlıq. Səsinə sağlıq. Ay nə gözəldir. Əslində qızlara yaraşır da, hə, xanımlara çox yaraşır. Və bir də xanım xatın kimi ifa edirlər. Və bir də xanəndə indi bəylər inciməsin. Hər dəfə bunu deyirəm. Qızlara, xanımlara o dediyiniz kimi klassik, romantik, gözəl musiqilər də çox yaraşır. Məhz onların səs tonlarına yaraşır. Amma Ehtiram müəllim özü də oxuduğu mahnı gözəl idi da. Oy, Zümrüd ora qayıtma, qurban olum. Bilmirsən, mən kövrəyəm. Zümrüd xanım, səndən 5 bilirəm. səhər-səhərsiz kövrəldir, Xurama xanım. Ürəklə oxumaq, ürəklə hiss etmək. Ümumiyyətlə, ürəklə görülən bütün iş gözəl olur. Bəli. Ürəklə bişirilən yemək də dadlı olur. Bəli. Ürəklə ifa olunan musiqi də Sevərək. qulağa yəni, yaxşı eşidilir, gəlir, şirin gəlir. Yəni, sevərək görülən bütün işlər gözəldir də. Onu ürəkdən edəsən, içindən gələr. O işi sevərəkdən edəsən. 2 ildir ki artıq biz dəyərli xalq artistlərimiz, əməkdar artistlərimiz və bugün bir çox tələbələr yetişdirən bir çox sənətkarımızı qonaq etdik efirimizdə və o qədər gəncləri tanıdım ki, o qədər ifaçılar tanıdım ki, özümüzdə də kəşf etdik. Sonra biz onları qonaq qismində dəvət etdik və hər dəfədə mən onlar olanda da bu sözü qeyd edirəm, deyirəm, artıq tamaşaçılar yaxşı bilir. Mənsum müəllim ilk dəfə bizdə qonaq olanda tələbələri ilə bilirsiniz, onunla bərabər start verdik biz bu layihəyə. Mənsum müəllimin bir sözü var, deyir, oxumağı da öyrədirik, həyatı da başa salırıq və bəzi həyati dərslər də keçirik. Yəni, tələbələrlə bir növ ailə və dost olursunuz. Bu sənət müəllimi, sənət tələbələri elədir ki, bu mütləq olmalıdır ki, müəllim tələbə arasında bir vəhdət olmalıdır ki, ondan həm musiqini yaxşı öyrənə bilsin muğamları, həm də yəni, o müəlliminin yaxşı cəhətlərindən, nə bilim, tövsiyələrdən nəticə çıxasınlar. Bu mütləqdir. Çox da çəkinməsin, yəni o dostluq münasibətində, yəni qədərində, həddində saxlaya bilsin. Əlbəttə, qədərində olana daha yaxşı olur da. Və mən yeri gəlmişəm, bir daha sizə təşəkkürümü bildirirəm. Düzdür, verilişin axırında əslində belə təşəkkür bildirirəm, amma indi yerinə düşdüyünü deyirəm. Yəni, siz o sayla olan aparıcılardansınız ki, musiqində bilirsiniz, həm də həmişə efirinizə təmiz musiqiçiləri dəvət edirsiniz. Təşəkkür edirəm. Qonaqlarınızda həmişə yaxşı musiqiçilər olur. Allah sizi var eləsin.